Hər kəsi kanalımdan salamlayıram, dəyərli izləyicilər. San Sebastian hazırlamışam. Çox da ləzzətli alınıb. Hazırlama qaydasına keçək. Əvvəlcə hansı qabdakı bişirəcəm, həmən qabı hazırlayıram. Mən burada çəmbərdən istifadə edirəm. Alt hissəsinə farqa ilə örtürəm və içərisinə yağlı kağız yerləşdirəcəm. Dəyərli izləyicilər, mən elə bütün biskvitlərdə, tort bişirəndə də belə çəmbərdən istifadə edib və bu formada farqaya bükürəm. Çox da rahat olur mənim üçün. İndi siz istəsəniz altı olan bir qabda hazırlaya bilərsiniz. Qeyd edeyim ki, burada çəmbərin ölçüsü diametri 22 diametrdir. Həm də 20 diametrdə də hazırlamaq olar. Qabı hazır eləyəndən sonra qoyuram bir kənara və digər bir qabımıza, mikserin qabına krem pendir əlavə edirəm 600 qram, üzərinə də 200 qram şəkər tozu. Mikserlə qarışdırıram. Burada şəkər tozu tam pendirlə bir-birinə qarışana qədər. Daha sonra üzərindən yumurtaları əlavə edirəm. 4 ədəd yumurta istifadə elədim, ağlı sarılı. Və diqqət edirsinizsə, burada yumurtaları bir dənə əlavə edirəm. Pendirin üzərindən və biraz yenə də mikserdən keçirdirəm ki, tam bir-birinə yaxşı qarışsın. Daha sonra üzərinə 2 təpələnmə dolu xörək qaşığı un əlavə edirəm. İndi siz həm un və yaxud kraxmaldan da istifadə edə bilərsiniz. Eyni ölçüdə 2 qaşıq. 1 paket vanil, 2 stəkan da qaymaq əlavə elədim qabımıza. Qaymaq burada duru haldadır. Siz biraz həm bu qaymaqdan, həm də biraz möhkəm qaymaqlar olur ki, o həmən qaymaqlardan istifadə edə bilərsiniz. 400 ml qaymaq istifadə elədim. Tam bir-birinə qarışandan sonra yerləşdirirəm qaba və əvvəlcədən qızdırdığım sobaya göndərirəm. Sobanın burada istiliyi 200 dərəcədədir. Hardasa bizim San Sebastian 50 dəqiqəyə hazır olur. Üzü tam qızarıb. Baxın, tərpədirəm burada, sanki elə bil bişməyib. Buna görə narahat olmağa dəyməz. Bu elə bu formada da olmalıdır. Bu qaydada gözləyirəm, biraz tam istiliyi keçdikdən sonra soyuducuda bir gecə saxlayıram, səhərisi servis edirəm. Dəyərli izləyicilər, sobadan çıxardanda orada diqqət etdinizsə, deməli San Sebastianın üzərində çatlar əmələ gəlmişdi. Çatları var idi. Ona görə də narahat olmağa dəyməz. Çünki əvvəl şişmişdi. Baxın, çöküntü verəndən sonra, soyuyandan sonra çökür və üzərindəki hansı ki çatlar əmələ gəlmişdi. Baxın, bu çatlar burada göstərirəm. Həmən çatlar yenidən sanki birləşmiş kimi olur. Yəni çöküb və çatları itib də, heç bir üzərində çat qalmayıb. Servis edirəm. Burada sağ olsun uşaqlar, yenə də yarısını yeyiblər. Servis etməyə yaxşı ki çəkilişə saxlayıblar ki, mən çəkiliş edib göstərə bilim. Baxın, görün nə gözəl San Sebastianımız alındı. Çox maraqlı dadı var. Dondurma dadında mən deyərdim. Çox ləzzətli bir San Sebastianımız alınıb. İnşallah siz də bəyəndiniz. Siz də hazırlayın. İndidən hazırlayanlara nuş olsun deyirəm.